İstanbulda Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər Nazirlərinin görüşü keçirilir və bu görüş çərçivəsində Çırağan Sarayında hazırlıq görülüb. Hazırda nazirlərin buraya gəlib, gördüyünüz kimi ailə fotosu çəkilməsi gözlənilir. Hər üç nazirin təkbətək görüşləri baş tutdu. Daha sonra isə onlar üçlü bir şəkildə müzakirələr aparacaqlar. Müzakirələr nədən ibarət olacaq? Xüsusən də Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı nəqliyyat əlaqələri və dəmir yol xətti müzakirə olunacaq. Bakı-Tiflis-Qars dəmir yol xəttinin də müzakirəsi gözlənilir. Sərnişin daşıma üzrə xüsusilə hər kəsin gözlədiyi bir xəttdir ki, bu xəttin də müzakirəsi gözlənilir. O cümlədən də region ölkələrinin bərabər əməkdaşlığı da bu görüş çərçivəsində müzakirə olunacağı qeyd olunur. Hazırda media nümayəndələri gördüyünüz kimi burada hazır bir şəkildə gözləyirlər ki, nazirlər gəlsin, ailə fotosunu çəkilsin və daha sonra isə üçlü görüşün baş tutması gözlənilir.